İsrailin İrana hücumları nüvə infrastrukturuna da təsir göstərib. Belə ki, Natans nüvə kompleksində radiasiya sızıntısı qeydə alınıb. Ekspertlər panikaya əsas olmadığını desə də, açıq qalan suallar insanı düşündürür. Nüvə obyektlərinin hədəfə çevrildiyi bir vaxtda radiasiya sızıntıları Azərbaycan və digər qonşu ölkələr üçün təhlükə yarada bilərmi? Suala əməkdaşlarımız cavab axtarıb. İsrailin hücumları arasında İranın nüvə infrastrukturu da var. İsfahanda yerləşən Natans nüvə kompleksi İsrail ordusunun əsas hədəflərindən biri olub. Lakin həm İran Atom Enerjisi Təşkilatı, həm də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Natans nüvə kompleksində radiasiya sızıntısı olduğunu bildirib. Lakin bu radioaktiv çirklənmə demək deyil. Baştan Uluslararası Atom Enerjisi Ajansı Başkanı risk olduğunu söylese de daha sonra demeçlerde bu düzeltildi. Kimyasal ve radyasyon kontaminasyon olmuştur ama kontaminasyon radyoaktivite salınması anlamında gelmez. Bu bence bu ülkelerin daha ileri gitmemesi için saldırılarda bir uyarı sinyaliydi. Burada bir İran tarafından bir nükleer emniyet, security açığı görüyorum ki bu bilim adamlarının öldürülmesi bunu görüyor. İsrail'in de müthiş bir istihbarat gücü olduğunu görüyoruz. Natans nüvə kompleksi paytaxt Tehrandan 250 kilometr cənubda yerləşir. Zavod İranın uranı zənginləşdirilməsi üçün ən böyük obyektidir. 2015-ci ildə İranın altılıq ölkələrlə razılaşmasına əsasən Tehran Natansdan istifadəni azaltmalı idi. Lakin Donald Trump'ın 2018-ci ildə ölkəsini razılaşmadan çəkməsi ilə bu plan təxirə salındı. Natans kompleksindən yayılan radiasiya qonşu ölkələrdə, o cümlədən Azərbaycanda narahatlıqla qarşılanıb. Nükleer malzemenin niteliği gereği bir nükleer reaktör kadar ciddi bir tehlike değildir. Çünkü buradaki zenginleştirme tesisinde reaktör olmadığı için yüksek aktif füzyon ürünleri o içermez. Yani sezyum 137 ve iy-3031 burada bulunmaz. En distopik, en karanlık senaryoda bile Türkiye ve Azerbaycan gibi ülkeler için, Gürcistan için mesela Avrupa için yıllık radyasyon maruziyet dozumuzun %3'ü bile bizi etkilemeyecek. Yani hayat aynı şekilde devam edecek ve bir tehdit gözükmüyor. Ekspertlər bildirirlər ki, İsrailin son hücumları zamanında vurulan nüvə obyektləri kiçik miqyaslı yüngül radioaktiv zəhərlənmələrə səbəb ola bilər. Lakin bunun böyük miqyasa keçəcəyi gözlənilmir. Əsas təhlükə Buşer Atom Elektrik Stansiyasıdır. İsrail əgər Buşeri də bombalayarsa, bu ən pis ssenarinin Çernobil və Fukushima qazalarına bənzər fəlakətlərin ortaya çıxmasına səbəb olacaq. Bundan da daha çox Körfəz ölkələri və İsrail zərər görəcək.